Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin tabeliyində Sedam MMC-nin çöl axtarış işləri, tədqiqat və təmir sahəsinin fəaliyyəti, Respublikanın suvarılan torpaqlarının meliorati vəziyyətinin yaxşılaşdırılması və qiymətləndirilməsi istiqamətində tədbirlər görülməsi, bu torpaqların hidrogeoloji, meliorati vəziyyətinin və onlarda baş verən dəyişikliklərin öyrənilməsi, torpaqların şorlaşmasının səbəbinin araşdırılması məqsədi ilə rejim müşahidə quyularının istismarı, onların texniki vəziyyətinin araşdırılması və təmirindən ibarətdir. Rejim müşahidə quyularının fasiləsiz istismarını təmin etmək məqsədi ilə dağılmış quyuların cari təmiri, lillənmiş və dolmuş quyuların yuyulması, dağılmış beton başlıqlarının yenidən bərpası çöl axtarış işləri, tədqiqat və təmir sahəsinin əsas vəzifələrindəndir. Mövcud metodik vəsaitə əsasən horizontal drenaj ilə təchiz edilmiş suvarılan torpaqlarda 1000 hektara 10-20 ədəd rejim müşahidə quyusu düşür. Respublikada suvarılan torpaqlarda rejim müşahidə quyuları mövcuddur. Sedam MMC tərəfindən rejim müşahidə quyularının istismarı vasitəsilə torpaqların şorlaşmasına nəzarət edilir. Rejim müşahidə quyularının mühafizəsini təmin etmək məqsədi ilə vurğuların dövlət mülkiyyəti olması haqqında sahibkarlar, fermerlər və kənd sakinləri ilə görüşlər keçirilir və maarifləndirmə işləri aparılır. Vətəndaşları bu sahədə bizə dəstək olmağa çağırırıq.